Elə zoomda görsəniz kompüterdə də. Bu ekran tam görürsüz də hazırda kodları falan. Gözləyin. Hı hı, hı hı. Bəli, Buranı görsəniz də hər bir şey. bəli. Onda problem deyil. Demək, keçən dərs sizinlə qalmışdıq. Daha doğrusu yarımçıq qalmışdı dərsimiz. Bu gün həm onun ardını keçirik, həm də yeni dərsimizi keçirik. İkisi birində. Hı hı. Birinci növbədə başlayıb bir dənə sizlə qısa bir təkrar. Həm yadımızda qalsın, nələr var, nələr yox idi. Bura qədər bilirik böyük ehtimal ki. Keçən dərsə demişdik ki, necə başlayırıq. Məsəl üçün bir dənə yeni qovluq yaradırıq burada. Bir dənə yeni qovluq yaradırıq. Davam edək. Deməli, sadəcə Sonra yeni qovluğu da çağırırıq. OBS sadə bir şeydir. Visual Studio'ya çağırırıq, orada başladırıq. Burada dedik ki, başlanğıcda nə olmalıdır? Başlanğıcda doctiplə açılmalıdır HTML. Hı hı. Sonra HTML language az qoydu, yəni Azərbaycan olaraq. Sonra headdən və bodydən istifadə edirik. Bundan sonra ya head olacaq, ilk növbədə head olacaq, növbəti etapda isə body tagləri istifadə olunur. Bunun nə fərqi var sizcə? Deyim sizə. Headin içərisində biz əsas komandaları bura əlavə edirik ayarlar üçün. Məsəl üçün baxın UTF var, VF Sport var. İndi bunlara bir-bir baxacağıq. Bunlar nə üçündür? Keçən dərs biraz üzdən danışmışdıq. Sonra title tagi ilə açılan hissələr var. Bunların hamısı yazılacaq head taginin içərisində. Body hissəsində isə biz əsasən HTML hissəsini yazacağıq. HTML hissəsini. Misal üçün burada biz nə etmişik? Head hissəsində CSS kodlarını yazmışıq. CSS kodları. Və ya CSS kodlarını yazmayıb da onları title vasitəsilə bura bağlamışıq. İndi sırayla gedək, görək bunlar nədir. Həm də daha yaxşı bilmiş olaq. Belə qaranlıq qalmasın bizə. Headin içərisində yazmışıq. Title gəltap.com online shopping deyə bir hissə yazmışıq. Gəlin buradan həmin o masa üstünə bağlı olan saytımızı başladaq. Elə oradan baxaq. Daxil olanda mən əgər gəltapı bura bağlamışamdır, gəltap özüm adı qoymuşam. Fərqli bir ad da qoya bilərsiniz. Görürsünüz ki, burada müxtəlif qovluqlar var. CSS haqqında, HTML, JS, Milli Azərbaycan, PHP qaydalar, Vətənəm Azərbaycan və s. Bu sizin yaratdığınız qovluqlara görə adlanır. HTML hissəsinə daxil oldum. Çünki mən əsas səhifəni bağlamışam HTML qovluğuna. HTML qovluğunun içərisində ana səhifə start.html adı vermişəm. Bunu başlatdıqda birbaşa web browserdə mənim üçün açır. Burada nə olacaq? Fikir versək, ən yuxarı hissədə sıçanın gətirsəm üstündə bizdə yazılır ki, gəltap.com, online shopping, evlər, abituriyent seçimi və s. kimi belə adlar yazılıb. Həmin komandanı biz burada title taginin içərisində yazdıq. Title'ın içərisinə gəltap.com, online shopping, evlər, kitablar, pulsuz xidmətlər, tələbə və abituriyent seçimi, sonra da title bağlanır ən sonda. Bu bizim nəyimizə lazım olacaq? Keçən dəfə mənə sual vermişdiniz, hosting nə üçün lazımdır? Xatırlayırsınızmı? Həmin o, biz saytı hostingə bağlayırıq. Hostingə bağlayırıq, artıq sayt bizim masa üstümüzə deyil də internetə bağlı olaraq internetdə fəaliyyət göstərir. Həmin hostingdə də biz deyək ki, bura daxil olduq. Bura daxil olduq. Chrome-a daxil olduq. Chrome-da yazıram, misal üçün nə yazım? Online ya da ikinci əl mallar. Misal üçün yazıram. Enter basdıqda görürsünüz ki, qarşımıza nələr açıldı? Müxtəlif saytlar açıldı. İkinci əl əşyalar satan, ikinci əl mallar axtarışı üzərində bu kimi saytlar qarşımıza çıxdı. Lalafo, tap.az, sonra ünvan.az, tezbazar.az və s. kimi saytlar. Buna deyirik ki, biz internetdə SEO adlanır. Yəqin ki, sizə bəlkə də tanışdır. YouTube-da əsasən rastlaşmısınız bu sözə ola bilsin ki. SEO nədir? SEO bizim sosial mediada qurduğumuz hər hansısa bir alqoritminin
alqoritmin gedişatını özünə birləşdirir. Yəni misal üçün sizə ən rahat bir nümunə göstərim. Instagramdan istifadə edirsiniz yəqin ki. Orada qısa short videolar var. Aha. Məsələn, bir short videona baxırsınız siz, deyək ki, nə short video olsun, bir dənə idman videosu çıxsın qabağınıza, o idman videosunu bəyəndiniz və o video bəyəndiniz və sizə cazibədar gəldiyinə görə bir neçə dəfə ardıcıl olaraq ona baxdınız. Qısa short videosu olduğuna görə ardıcıl yenidən təkrarlanır. Baxdınız o videoya, hətta girdiniz bir dənə yorum yazdınız, yorumları oxudunuz, sonra videonu çevirirsiniz aşağı. Görürsünüz ki, yenə idman haqqında bir video qarşınıza çıxır. Yenə onu bəyəndiniz. Yenə çevirirsiniz aşağı. Bu dəfə yavaş-yavaş 5 videodan 3-ü idman videosu olur. Sonra biraz da bəyəndiniz. Görürsünüz ki, bütün səhifəniz idman videosu ilə artıq zənginləşib. Bu olacaq SEO. SEO-nun əsas prinsipi bundan ibarətdir. Yəni sosial media botları baxır. Əgər siz bunu bəyənmisinizsə, həmin SEO-ya uyğun olaraq, SEO alqoritmasına uyğun olaraq sizə o tipli məzmunları təklif eləyir. Bu video ola bilər, səs ola bilər, müxtəlif axtarışlar ola bilər. Həmin saytlarda da bu məntiq var. Siz daxil oldunuz bura ikinci əl mallar yazdığınız halda, ən çox ikinci əl mallarda hara müraciət olunubsa, həmin saytlar bir-bir sizin axtarış pəncərənizdə qarşınıza çıxır. Bizə bunu saytlarda təqdim edən title taginin daxilində headdən sonra gələn, headdən sonra da yaza bilərsiniz. Title taginin daxilində yazdığım bu hissədir. Misal üçün, biz bunu hostinqə bağlasaq bu saytı, gəltap.com adlandırdığımız bu saytı. Biz bura gəltap.com yazsaq, bu saytın çıxma ehtimalı var. Online shopping yazsaq yenə, evlər yazsaq, kitablar yazsaq, pulsuz xidmətlər, tələbə və abituriyent seçimi, sonra gəl, al, tap, sat, bu kimi yazılar yazanda bunun çıxma ehtimalı var qarşınıza. Əlbəttə ki, bu sizin verdiyiniz reklamdan asılı ola bilər, sonra o saytın populyarlığından asılı ola bilər, dəyişər. Ancaq ilkin olaraq bizim saytımızın SEO hissəsini özündə kodlaşdıran hissəmiz title taginin daxilində olan bu yazdığımız mətnlərdir. Sonra keçirik meta hissəsinə. Yazmışıq bura nə? Meta charset bərabərdir UTF-8. UTF-8 bir kodlaşdırma üsuludur, beynəlxalq kodlaşdırma üsuludur. Misal üçün biz bunun daxilində istifadə etdiyimiz simvollardır, hərflərdir, rəqəmlərdir. Yəni hərf, rəqəm, ədəd fərq etmir. Onların hamısı ümumi simvol sayılır. İstifadə etdiyimiz bütün o simvollar standart, daha çox populyar olan beynəlxalq bir standartdır ki, UTF-8 içərisində qeyd olunur. UTF-8 içərisində. Sonra yenə meta taginin içərisində nə var? Name, nə yazılıb? Viewport, sonra content, wide, device wide yazılıb. Bu şəkildə görürsünüz ki, belə bir yazı əks olunub. Bu bizim saytın görünüşünü başqa mobil cihazlarda, misal üçün planşet, telefon və s. görünüşünü əhatə eləyir. Misal üçün siz ilkin olaraq kod yazsaz, misal üçün kod yazdınız, eləmi? Saytı kodladınız. Bu mənim kompüterimdə Google browserində və ya Chrome browser olsun, Google browser olsun, zaten bir-birlərinə bağlıdır onlar. Burada bu şəkildə açılacaq. Görürsünüz ki, gəltap yazısı belə, burada bizim istifadə etdiyimiz menyu pəncərəsi, giriş qeydiyyat hissəsi və hər şey də öz yerində. Buna uyğun, yəni masa üstünə uyğun olaraq kodlaşdırılıb. Ancaq bunu mobil telefonda başlatsaydıq, mobil telefonda əgər ayarlar düzgün getməyibsə, burada çox xoşagəlməz bir görüntü yarana bilərdi. Bunu özündə birləşdirən, hər bir cihaza uyğun kodlaşdıran hissə bizdə həmin o meta taginin daxilində yazdığımız viewport hissəsidir. Viewport hissəsində qalan ayarları sonradan telefona görə, planşetə görə zaten səhv etmirəmsə, planşetlə telefonda ayarlar eyni olmalıdır. Çünki ikisində də ya planşet ya kompüterlə ya da telefonla eyni olmalıdır. Yəni onun üçün xüsusi bir ayar istifadə olunmur. Əsasən mobil cihazlar üçün, misal üçün bir telefon üçün görüntünü
ekranı yığmaq lazım olur. Bir də kompüter ekranları üçün ehtiyac olur. Onlara uyğun biz hamısını VF portun içərisində artıq xüsusi ayarlar vasitəsilə yığırıq. Yəni qısa olaraq bu bizim görüntümüzü özündə təmsil eləyir. Saytın görünüşü hansı cihazda necə olacaq? Sonra meta-name taginin içində yenə description hissəsi var. Burada bu web sitəsi, onlayn shopping, kirayə evlər falan bunlar yazılıb. Bunlar da yenə özündə görək nəyi birləşdirir. Description-dırsa burada bizim üçün yenə bunun axtarış hissəsində qarşımıza çıxması üçün bizə lazımdır. Axtarış hissəsində bizim üçün yazdıqda qarşımıza çıxardır həmin sayt. Sonra başqa nə tagimiz var burada? Link tagimiz var. Link tagimiz içində relin içərisində yazılıb, style sheet yazılıb və görürük ki, burada belə bir yol var. Dosya alt xətt yolu /stil.css. Bu nə deməkdir? Bu ümumiyyətlə, yəni ki, həm də bu. Yəni bu iki hissə yazılıb burada. İki hissə. Yəni 9 və 10-cu sətirlərdə. 9-cu sətir buradır, 10-cu sətir də buradır. Üzərini qırmızı olaraq işarələdim. 9 və 10-cu sətirlərdə yazılan bu hissə xarici CSS qovluqlarını bu ana səhifəyə çağırır. Yəni belə düşünün. Bu ana səhifədir. Ana səhifə start.html adında bir qovluğumuzdur. Bu bizim əsas qovluğumuzdur. Əlavə qovluqlarımız var burada. Görürsünüz ki, HTML qovluğunun içərisində bu qədər qovluq var. HTML qovluğunun içərisində. Eyni şəkildə CSS qovluğunda içərisində nələr var? CSS qovluğunun da içərisində belə qovluqlar var. Aşağı.css, banner animasiya.css, çarx.css və s. kimi adlandırmışıq. Və burada olan qovluqlar, artıq bu CSS qovluqlarının tərkibində olan CSS faylları bizim xarici CSS faylları olmuş olacaq. Yəni bu, əgər ana səhifə.html içərisində deyilsə, bunu birbaşa olaraq bura çağırmağın, yəni bura elan verməyin belə bir yolu var. Link rel stil sheet'in içərisində bu yoldan istifadə edərək biz nə etmiş oluruq? Xarici CSS fayllarını ana səhifə adlı HTML qovluğumuzun içərisinə çağırmış oluruq. Sonra ona uyğun olaraq biz keçib aşağıdakı title'dan istifadə edərək hər bir qovluğu ayrıca bura çağırırıq. Yəni bu ümumi çağırır. Deyir ki, xarici CSS faylları var və xarici CSS faylları ana səhifə start.html adlı qovluğun içərisinə çağırılsın. Bu budur. Əgər qarışıq gələcək, sizə qısa bir dənə misalla göstərim. Pythonda keçmişdik. Biz əgər riyazi ifadələr yazırıqsa, import match kitabxanası başladırdıq başda, düzdürmü? Yəni deyirdi ki, burada riyazi ifadələr var deyə import match kitabxanası yazılmalıdır ən başda. Bunu da o məntiqlə fikirləşə bilərsiniz. Bu da deyir ki, demək bu tək deyil, bu qovluq. Buna xaricdən, yəni əlavədən CSS faylları qoşulacaq. Onun ümumi hamısını bura çağırır. Hamısını bura təyin etmiş olur. Başa düşdükmü burası? Bəli. Sonra indi title hissəsinə keçməmişdən qabaq gəlin sizə URL hissəsini göstərim. Bu saytımızın URL hissəsidir. URL hissəsi yəni bizim saytımızın göstərilən yoludur. Misal üçün biz Lalafo saytına daxil olsaq, gəlin həm hostinqə bağlı olan bir saytı göstərim, həm də bizim hazırladığımız sayt üzərində göstərim. Lalafoya daxil olduqda nə görürük? https://lalafo.az yazılıb burada. Sizə bir dənə sual vermək istəyirəm. Fikir verin, buradakı URL ilə, Lalafoya bağlı olan URL ilə bizim saytımızın URL-si arasında nə kimi fərq var? Ən tez gözə nə çarpır sizcə? Hər iki saytı qarşılaşdıraq burada. Buyurun. Bu da bunun URL-si. Lalafon içərisində var həmin o yazı. Bizimki bu ne?
HTML yoxdur, ya necə? Baxın, HTTPS yoxdur. Hə, HTTPS bizim istifadə etdiyimiz bir protokol növüdür. HTTPS-in məntiqi nədir? Fikir vermisinizsə, bütün veb saytlarda həmişə yazırlar ki, HTTPS 2./ misal üçün filan bir sayt. Görmüsünüzsə böyük ehtimal ki, hər bir bəli, bəli. saytın URL hissəsində var. Həmin internet dünyasında olan hər bir hissə müxtəlif protokollarla təyin olunur. Protokollar bir növ qaydalar toplusudur. Belə yadda saxlaya bilərsiniz. Misal üçün Azərbaycanın konstitusiyasını götürək. Hər bir vətəndaş Azərbaycanın konstitusiyasına riayət eləyir və ona uyğun olaraq addım atır. Bu da internet aləmində protokolları bir konstitusiya kimi fikirləşə bilərsiniz ki, hər bir müraciət, hər bir gedişat müəyyən bir qaydalar toplusu üzərində həyata keçirilir. HTTPS-in adlısı Hypertext Transfer Protocol Security deməkdir. Yəni burada hipermətnlərin ötürülməsi üçün bir protokoldur və sonundakı S isə security mənasını verir. Yəni təhlükəsizlik. HTTPS-in 2 dənə protokolu var. Bir HTTP-dir. HTTP yazılış qaydası belədir. HTTP. Bir də HTTPS. HTTP-də sonda S yoxdur. Yəni burada təhlükəsizlik baxımından bəzi boşluqlar var. Ancaq müasir veb saytlarda artıq HTTPS istifadə olunana görə də bu qədər də gözə çarpır. Buradakı əsas məntiq nə olacaq? Sizə onun texniki tərəfini də izah edeyim. Belə adi olmasın. Misal üçün biz bir istifadəçi olaraq mən bura lalafo yazdığım halda daxil olam Google-un özünə. Lalafo yazdığımdan sonra artıq keçilənib bu fərqli bir sayt heç lazım deyil, elə lalafo yazaq. Lalafo yazdığım halda enter basanda mən avtomatik olaraq lalafoya daxil olmuram əslində. Məsəl üçün HTTPS ilə daxil olaq. https://lalafo.az. Belə yazdığım halda əslində mən birbaşa olaraq lalafoya daxil olmuram. Mən HTTPS-ə müraciət edirəm. HTTPS-ə müraciət edirəm ki, deyirəm ki ona lalafo.az URL-ilə bağlı saytı get mənim üçün çağır, serverindən çağır və həmin görüntünü gətir mənim üçün. HTTPS-in əsas məzmunu budur. Yəni bir protokol olaraq serverlə mənim arasında bir əlaqə rolunu oynayır. Əsas məntiq bundan ibarətdir. Və hostinqə bağlı olan saytlar da əgər bir sayt kimi formalaşıbsa, artıq internetə bağlıdırsa, onlarda bu kimi protokollar qarşınıza çıxacaq. Ən çox da HTTPS-dir ki, burada bizim daxil olmamıza kömək edir. Ancaq bizimkinə baxsaq, bizdə nə var? Bizdə HTTPS yoxdur o öz yerində, çünki biz hostinqə bağlı etməmişik və görürəm ki, mənim burada nə var? Mənim kompüterimin öz masa üstünün yolu var. Nə yazılıb burada? File/C diskinə bağlıdır. C diskinin üzərində users adlı bir qovluq var. Orada Asadov, OneDrive, masaüstü, gəltab, HTML qovluğunun içərisində. Sonra ana səhifə bu şəkildə yazılıb belə bir URL içərisində qeyd olunub. Yəni bizim hissəmiz masa üstünə, birbaşa kompüterə bağlı olduğuna görə belə bir hissəni adlandırılır. Və siz də ilkin olaraq öz masa üstünüzdə bir sayt qurmaq istəsəniz, veb saytı yığmaq istəsəniz, buna uyğun olaraq buna bənzər bir hissə ilə qarşılaşmış olacaqsınız. Artıq onu harda əlavə etmisiniz, harda başlatmışsınız, ona uyğun dəyişikliklər olmuş olur. Misal üçün sizdə C diskinə deyil də D diskinə bağlı olsa, burada olacaq D diski. Misal üçün başqa admin paneli, misal üçün adminə bağlısa admin, sonra OneDrive-a bağlısa OneDrive olacaq, masa üstündədirsə masa üstü, sonra digər qovluğun adı və onun içərisindəki alt qovluqlar. Onu qeyd edeyim ki, eyni bunu mən copy-paste etsəm belə, başqa bir kompüterə göndərsəm, başqa bir kompüter gətirib bunu bura yapışdırsa, bir Google-un özünə yapışdırsa, bu mənzərə ilə qarşılaşmayacaq. Bunu sadəcə mən bu kompüterdə eləyə bilərəm. Çünki bu
mənim kompüterimə birbaşa bağlıdır. Artıq mənim kompüterim bir növ server kimi düşünə bilərsiniz. Bütün məlumatlar bunun içərisindədir. Bunu hər hansısa bir telefonda eyni bu hissəni gətirib copy paste edib yapışdırsam, enterə bassam, o belə bir ekranla qarşılaşmayacağıq. Sadəcə bu burada açılacaq. Çünki avtomatik olaraq burada olan hər bir şey bu kompüter tərəfindən oxunur. Əgər bu kompüterdə varsa açır, yoxdursa açmır. Bunun da belə bir özəlliyi var. Amma hostingə bağlayanda əlbəttə ki, hostingə bağlı olduğuna görə artıq World Wide Web-ə, yəni internetə bağlı olduğu üçün birbaşa olaraq açmış olur. Sonra keçək nəyə? Sonra gələk bura. Title hissəsinə. Görək burada nələr var. Bunlar nə üçün bizə lazımdır? Burada görsəz title taginin içərisində belə bir yer yazmışıq, qeydiyyat adında. Bunu mən qeydiyyat olaraq adlandırmışam və burada yenə linkin içərisində bir hissə var. Yadınızda saxlayın, bu link link hər hansı bir hissəni bizimlə birləşdirir. Linkin içində style sheet varsa, sonra tip nə göstərib bizə? Text CSS. Deməli, bu hər hansı bir CSS faylını, xarici CSS faylını bizim üçün bura yerləşdirib. Məsələn, burada olan CSS-in içərisinə daxil olduq. CSS qovluğunun içərisində. Görürük ki, müxtəlif CSS faylları var. Hərəsinin müxtəlif adları. Bunların da yolunu gətirib bu ref adlı hissədə komandanın içərisində yolunu mənimsətdik. Məsələn, mən nə yol mənimsətmişəm? Daxil ol C diskinə /C diskinin içərisinə users Asado OneDrive masaüstü gəltapa daxil ol. Orada daxil ol nəyə? CSS qovluğuna. Çünki bunların hamısı CSS faylların CSS qovluğu içərisində yazmışam. Sonra daxil ol qeydiyyat.css adlı faylıma müraciət et. Artıq qeydiyyat .css faylı bura çağırılmış olacaq. Yəni, mən qeydiyyat.css-də nə kodlar yazmışamsa, onları bir də bura artıq mən bu head'in içərisində yazmağıma ehtiyac yoxdur. Sadəcə bu qısa 2 sətirlik bura hissəni ötürməklə onu xarici bir CSS faylı olaraq ana səhifə.html qovluğumun içərisinə çağırmış oldum. Gəlin indi baxaq bu qeydiyyat.css nədir? Onun kodlarına fikir verək. Qeydiyyat.css baxın buradır. Daxil olduq. Demək, burada olan bütün kodlar nələrdirsə, hamısı nəyə daxil oldu? Hamısı 2 sətirlik kodla çağırıldı ana səhifə start.html adlı faylımıza. Bu şəkildə. Burada görək nə var. Elə qeydiyyatdan söhbət düşmüşsə, baxaq görək nə var burada. İndi buradan danışacağıq. Yavaş-yavaş sırası gəldikcə bu CSS-in içərisinə daxil olanda bunlar necə yazılır, buradakı mənalar nədir? Qısa olaraq ilkin bir məlumat verim ki, CSS fayllarını buna uyğun yazanda biz nə olaraq yazmışıq bunu? Buton olaraq bura daxil etmişik. Butonun konteyner hissəsini nöqtə ilə başlayacaq həmişə də. Nöqtə. Nə olacaq? Buton konteyner, position hissəsi, top hissəsi, right hissəsi, index hissəsi hamısı bunlar da ayarlardır. Position məsələn onun pozisiyonu belə deyək. Yəni duracağı yer hissəsini göstərir. Top onun nə qədər məsafə ilə yuxarıdan və ya aşağıdan ayrılacağını göstərir. Məsələn, biz top 20 px vermişik. 20 px baxın buradır. Bunun yuxarıdan 20 px aralandığını göstərir. 20 px buradır. Yəni ən yuxarı ilə bu giriş qeydiyyat adlı hissənin ən yuxarı ilə aralandığı hissədir. Mən bunu ayarlarını oynayıb 40 px seçsəm, biraz da aşağı düşəcək və böyük ehtimal ki, bu şəklin üzərinə gəlib göstərə bilər, əks oluna bilər burada. Sonra bunun əlbəttə ki, baxacağıq yavaş-yavaş CSS hissəsinə. İndi hələ ki, ilkin məsələlərə baxaq. Sonra nə görürük burada? Yenə title-ın içərisində yazılıb, gəltap yazı animasiya yazılıb. Yəni burada bu nədir? Gəltap yazı animasiya. Baxın budur. Gəltap yazı animasiya.
Hər dəfə gəlir gəltap.com yazılır işıqlı şəkildə. Sonra həmin yazı yavaş-yavaş da ekrandan itir. Bu yazını kodlaşdırmışıq burada. Bu da yenə link tagin içərisindədir. CSS deyir, xarici CSS faylı var və Harifin içində də bunun yolunu göstərib ki, C diskində Users-ə daxil ol, sonra Asadov, OneDrive, masaüstü gəltap, CSS qovluğunun içərisində gəltap alt yazı.css faylının içərisinə daxil ol. Həmin faylı bura çağır. Ana səhifə start.html-ə çağır. Baxaq, gəltap alt yazı.css hansıdır? Gəltap, baxaq bir dənə. CSS faylların içərisində. CSS-in içərisindədir. Gəltap alt yazı. Admin, ana səhifə. Yan banner, test, bəlkə fərqli bir yoldur. Masaüstü OneDrive, Users, yox, elə eyni yoldur. Eyni yoldur. Yan banner, test, sual, mallar, indeks, aşağı şablon. Buradan baxmaq lazımdır. Burada olacaq. Burada. Həmin hissədə burada da görürük ki, gəltap alt yazı.css HTML fayllarının içərisində axtarıram mən. Yanlışlıqla. CSS qovluğunun içərisində yazılıb hər bir hissəsi. Görürük, bunu da yenə buttonla adlandırmışıq. Buttonla bura mənimsətmişik. Və burada müxtəlif adlarla qeyd etmək olar. Siz button yazmısınızsa, deməli bunu HTML hissəsinə kodlaşdıranda buttondan yazmalısınız. Və digər harda tələb olunsa button olaraq yazmalısınız. Başqa nə yazmışsa onları eyni qaydayla yazmaq lazımdır. Hər hansısa bir ad uyğunsuzluğu baş versə, təbii ki, kodun işləməsində də, funksionallığında da bir növ problemlər olacaq. O öz yerində. Sonra burada biz CSS-i yazanda, CSS-də müxtəlif qeydlər aparanda görürük ki, nə yazmışıq bura? Slash, ulduz slash arasında müxtəlif qeydlər yaza bilirik. Bu koda heç bir problem yaratmır kodun gedişində. Sonra qalanlar da digər ayarlardır ki, bunlara yavaş-yavaş hər səhifəyə burada kodlaşdıranda özümüz üçün yenidən yığanda sizinlə birlikdə həmin CSS-də, HTML-də olan xırda detallara baxarıq. Sonra eyni qayda banner animasiyası üçün, funksional menyu üçün, funksional menyu baxın budur. Funksional menyu budur. Həmin daxil oluruq. Burada bizi başqa xarici səhifələrə ötürməyimizə kömək olan hissədir ki, bu funksional menyu rolunu oynayır. Bunun CSS kodları bura çağırılıb videodur. Bu video nə ola bilər? Böyük ehtimal ki, həmin video ya bu birinci videodur, ya da ikinci, üçüncü video. Hər hansı videolardan biridir. O zaten gedişatına baxmaq elə çətin deyil. Baxmaq olar. Sonra foto və başqa digər bütün nələr varsa xarici CSS faylları CSS adı ilə bura çağırılıb. Bura qədər aydın olmayan hissə varsa soruşa bilərsiniz. Sualınız varsa. Sualınız olanda soruşun mütləq. Burada bizim head hissəmizdir. Yəni headin içərisində siz istəsəz, misal üçün, heç bu əlaqələri yazmaya da bilərsiniz. Məsələn, title-ı yazmaya bilərsiniz ki, belə bir nəsə yazmayım. Mən hamısının, yəni bütün bu qovluqların hamısının CSS kodlarını da, HTML kodlarını da hamısını elə bunun içərisində yazım getsin. Yazmaq olar əlbəttə ki, amma o bəzi texniki səhvlər ola bilər. Sonra əlavə olaraq sayt hostingə bağlananda donma baş verə bilər, saytda ləngimələr olar.
problemlər olar. Hər hansısa bir kiber hücum olanda bütün məlumatların itməsi olar və bir sıra çoxlu məsələlər. Belə deyim sizə, bu yəni sizin tikəcəyiniz evin, quracağınız evin bazasıdır. Burada olacaq hər hansısa bir yanlış, problem gələcəkdə olacaq bir hücumda sizin üçün bir açıq deməkdir. Ona görə bu hissə, əsas da bu hissə, bu baza hissəsinə çox diqqətlə kodlaşdırılmalıdır. Yəni adi front-end deyiniz gəldi kodlaşdırım elə olmur. Orada da bəzi hissələrə diqqət etmək lazımdır. Əsasda skriptlər var ki, skript hücumları olur JavaScript tərəfindən. XCS hücumlar deyilir. Həmin hücumlar nəticəsində əlavə viruslar da yazıla bilir bu kodların daxilinə. Yəni head hissəmiz bizim qısa olaraq budur. Qısa məntiqlə götürsək, headimizin əsas funksiyası bundan ibarətdir. Keçək body hissəsinə. Body hissəsi isə head hissəmiz CSS kodlarını götürürdü. Body hissəmiz isə bizim üçün HTML kodlarını əlaqələndirir. HTML kodlarını birləşdirmiş olur. Burada nələr varsa hamısını, bütün HTML kodlarını burada çağırır. Burada backcolor olaraq yazmışıq. Backcolor bizdə dediyimiz kimi arxa planın rəngidir. Zaten background color olmalıdır. Background color, yəni arxa plan rəngi olaraq deyilir, qısa olaraq belə yazılıb. CACFD2 kimi bir rəngləndirmədən istifadə olunub və bu rəng stili də olmalıdır. Əgər 255 olarsa RGB rəngləndirmə sistemidir bu. RGB rəngləndirmə sistemi var, CMYK rəngləndirmə sistemi var. RGB rəngləndirmə sistemində ümumi olaraq belə də götürmək olar. Misal üçün 256.256.256 götürsək, daha doğrusu 255.255.255 götürsək, bu səhv eləmirəmsə qara rəngi verməlidir. 0.0.0 götürsək isə bu ağ rəngi vermiş olur. Ya elə yazılmış olmalıdır, ya da bu şəkildə 16-lıq say sisteminə çevrilmiş formada göstərmək olar. Bunlar da zaten sadədir. Adi bir internet browserinin üzərində veb-sayt üçün belə rəngləri axtarışa versək qarşımıza çıxar bunların kodları. İstədiyimiz rəngi seçə bilərik və ya ayarları ilə də sonra oynayaraq bunu düzəltmək olar. Sadədir. Rəng məsələsi elə də çətin problem deyil. Sonra baxırıq bura nəyə? Burada nələr görə bilirik? Dedik ki, head hissəsi bizim CSS hissəmizi birləşdirir. Fikir verirsiniz, burada hamısı kategoria.css, evlər.css, elanver.css, aşağı.css və s. kimi adlandırılmış fayl strukturları hamısı CSS fayllarıdır. Amma body hissəsində isə fərqli olaraq HTML faylları olmuş olacaq. HTML fayllarının hamısı bura çağırılır. İstəsən yenə hamısını burada da kodlaşdıra bilərik. CSS faylları kimi. Hamısını burada da kodlaşdıra bilərik. Heç buradakı bu divlə əlaqələndirməyə ehtiyac olmaz. Sadəcə olaraq bunu etdiyimiz halda bizə belə bir problem yaranır. Yenə həm qarışıqlıq olur, həm də səliqədən kənar olur. Çünki artıq 10 minlərcə kod olduğuna görə hər hansısa bir problem zamanı harda problem olduğunu tapmaq çox çətin olur, çox vaxt aparır. Ona görə ən rahatı, ən gözəl variant müasir saytlarda da artıq istifadə olunan hər bir saytın hissəsini ayrı-ayrı parçalara bölüb, Misal üçün bu menyu hissəsinin, qeydiyyat panelin, bu şəkilləri, animasiyaları və s. hamısı parçalara bölüb ayrı-ayrı qovluqlarda kodlaşdırıb və bura çağırmaqdır. Çağırmaq da zaten CSS-i dedik ki, link taginin içərisində rel, tip və refdən istifadə edərək olur. İndi baxaq body hissəsində nə ilə çağıra bilərik? Body hissəsində. Body hissəsində biz div tagindən istifadə edəcəyik. Div tagi nə üçündür? Div tagi
Birdən çox, məsəl üçün, bir və ya bir neçə çox HTML hissəsini bizim üçün çağırmağa yarayan bir tagdir. Misal üçün yazılıb burada div class button container yazılıb bu şəkildə. Button class bərabərdir button yazılıb. Sonra bunun içərisində yenə hrefdən istifadə olunub. Href həmişə bizim üçün yol göstərir. Nə göstərib indi burada? Nə göstərib burada? Deyir ki, daxil ol C diskinə, user-sə Asadova, orada OneDrive-ın içərisində masaüstüyə müraciət et. Masaüstünün içərisində gəl tap qovluğu var. Orada HTML qovluğuna daxil ol və Q2 giriş.html adlı qovluğu bura çağır. Bu şəkildə. Bunu çağır bura, çağır bura. Sonra deyir ki, stil. Stil olaraq deyir ki, text olaraq, text decoration olaraq yaz. Yəni yazı dekorasiyası ver buna. Yazı dekorasiyası none. Yəni yazı dekorasiyası heç nə yoxdur içərisində. Sonra span burada açılır. Span içərisində nə olacaq? Span tagi nə olacaq bəs? Button içərisində yazdığımız bu span tagi bu hissəni verir bizə. Yəni yazını necə əks etdirirsə həmin hissəni verir. Biz burada nə yazmışıq? Giriş. Həmin görürsüz. Bir tərəfdə belə bir solda ox var, bir də sağda ox var. Həmin bu girişin üzərinə baxın. Bir solda ox var, bir də sağda ox var. Ortada da yazılıb giriş. Nə yazmaq istəyiriksə onu span içərisində yazırıq. Span içərisində sağda ox, solda ox və ortada giriş. Yazdıq və span tagi bağlandı. Və burada nə yazılmışıqsa avtomatik olaraq o burada əks olunmuş olacaq. Məsələn, mən bura giriş et yazsam, əgər bunu yaddaşı yazsam, run etsəm, fikir verək. Run etsəm, işləsin. Nə yazsaz? Giriş nə et? Giriş et. Giriş yerinə giriş etlə dəyişsəm, burada da əks olunacaq ki, giriş et. Görək düşdümü? Hə. Gördük, giriş et olaraq əks olundu. Yəni burada müxtəlif bir buton yaratdığımız halda həmin butonun adını necə istəsək təyin edə bilərik. Span taginin içərisində. Span tagi ilə onu adlandırmaq mümkündür. İndi yenə əvvəlki vəziyyətə qayıdaq. Giriş olaraq qalsın. Çünki İstənilən bir səhifəni düzəltmək üçün bu yazıları istifadə edirik. İstənilən səhifə üçün bəli, buna uyğun olaraq taglərdən istifadə edirik. Həmin taglərin içərisində də yazacağımız hissələri özəlləşdiririk. Sonra yeni texnologiyalar varsa, yeni texnologiyaları bura inteqrasiya eləyib daha da böyütmək olur. Yəni addım-addım fikirləşir də. Bir binanı necə layihələndirirlərsə, veb-sayt da elədir. Yavaş-yavaş layihələndirirsən, sonra bunun dekorasiyasını verirsən və başqa məsələlər. Bu bizim giriş üçün istifadə etdiyimiz hissədir. Sonra yenə button var. Yenə button istifadə olunur. Baxın, bir dənə div taginin içərisində də hamısı. Bu div başlayıb buradan class bərabərdir button container yazılıb. Bu button container desəz nə üçündür? Bunu indi HTML hissəsində mən sizə göstərəcəm nə üçün lazım olur. Bu button container. Bu divin içərisində, div taginin içərisində nə yazmışıqsa, artıq bunlar bir-birinə əlaqələndirilir. Bu bizim qeydiyyat pəncərəsi üçün. Giriş et və qeydiyyat adlandırdığımız bu iki butonu özü üçün birləşdirir. Bu iki dənə buton müxtəlif ayarlar nə verəcəksə bu div taginin içərisində yazırıq. Sonra burada baxsaq, ikincidə nədir? Yenə button verib, class verib ki, button. Sonra gəlir href daxilində nə yazmışıq? C diskində users Asadova OneDrive masaüstü jaltap HTML Q2 giriş.html. Yenə deyir ki, Q2 giriş.html faylına müraciət et. Həmin Q2 giriş adlı HTML faylını bura çağır və burada yenə text decoration, yəni yazı dekorasiyası olmasın, heç nə deyir, none deyir. Span da qeydiyyat yazmışıqsa, qeydiyyat olaraq bizim üçün burada göstərsin. Gəlin indi baxaq. Bayaq biz CSS kodlarına belə baxdıq. İndi burada çağırılan kodlar nədir? Q2.html. Baxın, hər ikisində Q2-dir.
Giriş etdə də Q2 giriş.html-dir. Qeydiyyatda da Q2 giriş.html-dir. Deməli bu 2 dənə butonumuz eyni HTML qovluğuna bağlıdır. Baxaq indi həmin o Q2 nədir? Daxil olaq Q2-ni axtaraq burada. Q2 nədir? Q2 giriş 2 də girişdir, 2 falan yoxdur, yox. Elə budur. Q2 girişə daxil olsaq, baxın, bizim o 2 dənə butonumuzu əhatələndirən hissə budur. Bizim HTML kodlarımız budur. Yəni burada olan nə yazmışıqsa eyni şəkildə HTML kodları, bunların hamısı gətirildi div taginin daxilində bura çağırıldı. Yəni burada yazacağımız hər bir şey çağırıldı bura sadəcə olaraq. Ötürüldü bura. Artıq burada bir daha yazmağa ehtiyac olmadı. Görək bunlar hələ işləyirmi? Giriş etə daxil olsam, baxın, giriş etə daxil oldum, yeni səhifədə açıram. Giriş etə daxil olduğumda mənim üçün belə bir hissə qarşılayır. Burada nə olacaq? Mən qeydiyyatdan keçə bilərəm, adımı yaza bilərəm, e-mail yaza bilərəm, pasport yaza bilərəm. Böyük ehtimal ki, bura işləməməlidir. Hələ ki bunun, çünki PHP, yəni PHP hissəsi işləmədiyi üçün mən burada qeydiyyatdan keçib və giriş eləyə bilmirəm. Çünki PHP-yə bağlı olmalıdır, əlavə olaraq bu müəyyən bir verilənlər bazasında tutmalıdır məlumatları. User setə məsəl üçün gizli ad qoyduq. E-mail deyək. Ad BBB yazdıq. Heç işləməyəcək deyə çox vaxt itirmək istəmirəm. Buna da verək 2004 571 misal üçün. Qeydiyyatdan keç. Çünki hətta bizdən nə istəyir? Bizdən deyir ki, e-mail üçün yenə də qoy. mail.com yazsaq, qeydiyyatdan keçsək, görür ki, işləmir. Sadəcə olaraq görünüş üçün qalıb. PHP-yə bağlasaq və verilənlər bazasına bağlasaq, bu da işləmiş olacaq. Bəzi ayarlamalara etdiyimiz halda. Bu qeydiyyatdan keç hissəsi yazılır burada və bir də giriş et hissəsi yazılır. Bu da eyni şəkildə e-mail və pasportu yazaraq giriş etmək olur. Əlavə olaraq şifrənizi unutmusunuz yazısı əks olunur burada. Bunlar da Q2 giriş.html-ə bağlı olduğuna görə Q2.girişin üzərində yazılır. Baxaq indi o Q2 giriş.html nəyə bağlıdır? Yenə burada eyni qaydadan daktip HTML yazmaq lazımdır. HTML dilini yazmışıq ingilis dili. İngilis dili olaraq qeyd etmişik. Head yazmışıq. Yenə UTF-8. Sonra fikir verin. Title gör nə vermişik? Title vermişik ki, web, daxil ol slide, sign in və sign up. Yəni daxil ol və giriş et hissəsini vermişik. Giriş et və qeydiyyatdan keç belə. Sign up qeydiyyatdan keç şəklində gəlir. Sign in isə daxil olmaq mənasına gəlir. O hissələri verir. Yəni bura daxil olanda artıq bizim bu hissəmizdə yazını ver web səhifənin qeydiyyat və giriş hissəsinə qeyd etdiyimiz yazılar əks olunur. Title taginin içərisində. Sonra nə var burada? Yenə link taginin içərisində rel var, stylesheet var. Yenə görürük ki, müəyyən bir CSS faylı, hətta CSS faylının burada yolu da var. Həmin yolla CSS faylı buraya ötürülüb. Və sonra link rel stylesheet href style.css, yəni müxtəlif CSS faylları, xarici CSS faylları var ki, bura bağlıdır. Bir və ya bir neçə. Eyni formada sonra biz əgər yadda saxlayın, burada nə yazmaq istəyirik? CSS məsələlərini, CSS kodlarını bura yazırıqsa, CSS kodları görürük ki, burada əks olunur. CSS kodlarını bura yazırıqsa, nədə yazmaq lazımdır? Head taginin içərisində yazırıq. Yəni bu əlavə olaraq bir də CSS kodları yazılmadığına görə, hətta bu deyə bilərəm ki, bu artıqdır. Gözləyin. Bunu silsək görək çalışacaqmı? Bunu Ctrl X eləyək. Çünki mənə elə gəlir ki, bu
heç ehtiyac yox idi xarici CSS fayllarını ora yazmağımıza. Səhifəni yerləyək. Bəli, işləyir, yəni problem yoxdur. Demək o ehtiyac olmayan bir hissə idi ki, bura qeyd olunub. Çünki bunu biz o halda yaza bilərik ki, baxın. Dedik bayaq sizə. Link real style sheet, href style.css. Bunu o halda yaza bilərəm ki, xarici CSS faylları var. Yəni başqa papkadadılar bunlar. Və onlar bura çağırılır. Ancaq biz bura görürük ki, CSS fayllarını yazmışamsa, bir də bunu yazmağa ehtiyac yoxdur. Bu burada bir rol oynamır. Və CSS fayllarını yazanda, əgər HTML-in içərisində yazıramsa, stildən istifadə edirəm. Stil tagini açıram. Stil taginin içərisində başlayıram yazmağa. Hər bir şey ayrı-ayrı burada qeyd olunur. Bunlar yazıldıqdan sonra nə qalacaq? Head hissəsi bitir. Görür ki, head hissəsi bitir. Sonra keçirik body taginin içərisinə. Body taginin içərisində də nələr var? İndi baxaq body taginin içərisinə. Body taginin içərisinə birinci sign up-a baxırıq. Sign up, yəni qeydiyyatdan keç hissəsidir. Qeydiyyatdan keç hissəsinin bizim üçün HTML hissəsini gətirir. Nələr var burada? Yenə div tagindən istifadə olunub. Div tagi görürük var. Və div taginin daxilində nələr yazılıbsa, burada sign up butonunun, baxın, həmin o bu sign up, yəni qeydiyyatdan keç hissəsinin, daha doğrusu bu, qeydiyyatdan keç hissəsinin yaradılmasında rol oynayır. Nə var burada? H2 yazısına yaz. Elə başdan gedək elə. Başdan geçsək, action hashtag ID forum 1 yazılıb. H2 yazısını yaz. Biz yazılardan danışan demişdik ki, H1 ən kiçikdir. Daha doğrusu H1 ən böyüdür. H2 ondan biraz kiçik olacaq. H6 isə ən kiçik olmuş olacaq. Sonra input, deyir input yaz. Tipi nə olsun? Text olaraq yazılsın. Text olaraq yazılsın. Yazı olaraq yazılsın. İstifadəsi nə yazsın bura? Users. Users hissəsi göstərilsin və users hissəsini yazsın. Həmin users hissəsi nədir? Baxın budur. Bu yaratdıq. Bunu yaratdıq bir users hissəsi. Və istifadəsi burada nə yaza bilər ancaq? Text yaza bilər. Yəni hərf olaraq yaza bilər. Input belə ki, istifadəsi daxil edəcək. Input tagi də sonra bağlanır. Növbəti 248-ci sətrə fikir versək, bura işarələdim. Yenə yazılıb input, tip nə olsun? Email olsun. Email tipində yazılsın. Placeholder isə email olaraq yazılsın. Placeholder isə bu yazını bizim üçün göstərəcək. Email yazısı yazılsın bura. Sonra 249-cu sətrə baxsaq indi. Bu hissəni başa düşdüm müəllim, yəni bir-bir yəni necə göstərir ki, burada flash yazılmalı, burada qeydiyyat yazılmalı, anladım onu. Bəli, yəni istədiyiniz uyğun olaraq özəlləşdirə bilərsiniz. İstəsəz Azərbaycan dili, istəsəz ingilis dili fərq etmir. Yəni input ona görə yazılır ki, inputda istifadəçi özü daxil edəcək axı. Biz demişdik Pythonda input keçmişdi ya, input komandası. İstifadəçi nəsə daxil eləyirsə, inputdan istifadə olunur. Ona görə burada da input tagindən istifadə olundu. Sonra bura bitir. Yenə bunu form açmışıq biz. Form yəni yeni bir hissə yaradıb deyə form açmışıq. Form ona görə verilib. Yəni bu hissə yaradılıb. Ümumi bir hissə qeydiyyatdan keç, users, email, password, qeydiyyatdan keç butonu bu hissə yaradılıb. Bunların hamısı formun daxilində əlavə olaraq yazılıb. Forumda burada yazılıb ki, biz rahatlıqla bunu gəlib CSS kodlarına bağlayanda bilək görək nədir. Sonra div bağlandı. Bu bizim qeydiyyatdan keç hissəmizdir. Sonra gəlirik sign in, yəni giriş et hissəsinə. Giriş et hissəsinə daxil olsaq, div, class yenə eyni şəkildə giriş et verilib. Tip deyir email, bir də deyir ki, tip olsun nə? Password. Yəni tək email və password bizdən istəsin. Giriş etə basdıqda email və password bizim üçün göstərilir. Başqa nə göstəriləcək? Bir də deyir ki,
Bir də bizim üçün nə deyir? Fikir verin. Görün burada nə yazılıb? 260-cı sətirdə. Görün nə qeyd olunub? Deyir ki, A hərf, hərf nə idi? Hərf. Yol idi, düzdürmü? Bayaq gördük. Müəyyən bir yol yazırıq, həmin yolu bizim üçün çağırır. Hashtag olaraq qoyub, çünki bağlı olmadığına görə heç nəyə. Hazırda bunun içi boşdur axı. Biz burada şifrəni unutduğunuza baxsaq, şifrəni unutmusunuz hissəsinə klikləsək, görərik ki, bizi heç bir yerə yönləndirmədi. Əgər yönləndirməni istəsək, biz burada hərfin içərisində müxtəlif bir hissəni göstərə bilərik. Şifrənizi unutduğunuz toxunduqda bizi yönləndirə bilər. Şifrəni sıfırla və ya deyək ki, 2FA doğrulama hissəsi var. 2 faktorlu doğrulama. Həmin hissəyə yönəldər və sair kimi identifikasiya hissələrinə yönəldər. Burada da onun ayarlarını edəndən sonra gerisi artıq gələcək ardıcıl olaraq. Burada da yenə button hissəsi qoyulub. Fikir verin. Button nə deməkdir? Button tagini belə yadda saxlaya bilərsiniz. Buton yaradırıqsa buttondan istifadə olunur. Buton baxın budur. Giriş etin butonu. Bu artıq bir butondur. Buton rol oynayır burada. Ona button taginin içərisində yazmışıq. Class btn olaraq giriş et yazılacaq. Biz giriş ediniz yazsaq, giriş ediniz olacaq. Giriş et yazsaq, burada giriş et yazılmış olacaq. Buton adını özündə birləşdirir. Sonra nələr var burada? Artıq çox da bir şey yoxdur. Qalan da skriptlər olacaq burada əlavə olaraq. Demək baxsaq, yenə div taginin içərisində nə yazılıb? Div taginin içərisində giriş et və qeydiyyatdan keç. Giriş et və qeydiyyatdan keç butonları var. Butonları var. Görək o hansı butonlardır. Həmin o giriş et qeydiyyatdan keçsin. Baxın bu animasiyadır. Giriş et və qeydiyyatdan keç animasiyası. Mən giriş etə toxunduğum halda məni giriş et hissəsinə, yəni sol tərəfə yönləndirir. Qeydiyyatdan keç hissəsinə toxunduğum halda isə məni sağ tərəfə yönləndirir. Bunlar da əlavə bir butondur. Bir dənə giriş et, bir dənə də qeydiyyatdan keç butonları. Ona görə mən də onları əlavə olaraq div tagi içərisində göstərə bilirəm. Div tagi içərisində nə göstərirəm? Yəni klassin içərisində müəyyən bir ad verirəm. Bu adı da əlbəttə ki, mənim CSS-də lazım olur. CSS-ə və ya müxtəlif HTML hissələrinə bağlayanda bu adlarla çağırıram. Sonra nə var burada? Yenə bir dənə div yaradılıb. Div içərisində yenə div. Onun da içərisində button var. 269-cu sətirdə görürük ki, button yaradılıb. Button tagi class button ID sign in olsun. ID olaraq adlandırmışıq. Sonra da giriş hissəsi. Qalan da eyni şəkildədir. Sonra görürük ki, burada fikir verin. Tək bu buton deyil axı. Mən buna buton olaraq basım, məni əlavə olaraq başqa bir səhifəyə yönləndirsin. Burada bir animasiya var. Bu kimi animasiya var. Həm bu kimi animasiyalar, həm ən başda baxsaz bu saytın özünə, bu saytın özündə də görürük ki, bu şəkil var mərkəzdə. Baxın bu şəkil. Bu böyük bir düzbucaqlı şəkildə göstərilən şəkil. Müəyyən fotolar arasında 5 saniyəmi, 7 saniyəmi sonra bir dəyişiklik baş verir. Yeni bir foto ilə əvəzlənir. Bu da animasiyadır. Və ya burada nələr var? Artıq bunlar animasiya olaraq yazmamışam. Bunlar video olaraqdır. Ancaq bunların təkrarlanmasında da müəyyən bir animasiyadan istifadə olunur. Bu videoların təkrarlanmasında. Bu videolardır və ya gəltap.com adlı bu yazının da təkrarlanmasında müxtəlif növ bir animasiya var. Bu animasiyaların hamısı bizim web səhifələrini yazmağımızda istifadə olduğumuz bir dil var ki, proqramlaşdırma dili var ki, həmin dilin köməyi ilə həyata keçirilir. Bu dil JavaScript dilidir. Bəlkə də tanışsınız bu proqramlaşdırma dili ilə. Eşitmisinizmi? Xatırlayırsınız belə bir dil, yoxsa?
Müxtəlif proqramlaşdırma dilləri var. JavaScript, C++. Sonra sizinlə keçdiyimiz proqramlaşdırma dili var ki, Python. C ailəsində də dillər yenə C++, C, C# və sair dillər var. Amma JavaScript dilinin belə bir özəlliyi var ki, əsasən bu dil web saytlar üçün təyin olunmuş bir proqramlaşdırma dilidir. Web saytların front-end hissəsi və sair yığmaq üçün daha rahatdır. Daha rahat bir proqramlaşdırma dilidir. Bu kimi animasiyalar vermək üçün də xüsusilə çox istifadə olunur. Və bu animasiya da bizdə scriptlə yazılır. JavaScriptlə yazılır. JavaScriptin içərisində Səsiniz pis gəlir mənim. JavaScriptin içərisində nə var? Script tagi var. Script tagi var. Script taginin içərisində nə var? Görürsünüz ki, burada animasiya üçün bizə xüsusi kodlar verilib. Həmin kodlardan istifadə edərək script taginin içərisində yazdığımız halda bizim buradakı animasiyamız artıq funksionallığına qovuşur. Artıq funksiya işə salınır. Biz istədiyimiz şəkildə bu funksiyanı buradan idarə edə bilərik. Təbii ki, bu kodu özəlləşdirmək olar, fərqli bir formaya da gətirmək olar. Və JavaScript-ə aid nələr də yazılırsa, həmişə script taginin içərisində yazılır. Fikir verin, buna da diqqət eləmək lazımdır. Hər bir tagin üzərinə toxunduqda görürsünüz ki, həmin script tagi başlayandan sona qədər olan bütün hissələr artıq itir. Keçir alt hissəyə. Bu şəkildə bağlayaraq biz rahatlıqla, məsəl üçün bir problemimiz olduqda, məsələn mənim saytımda problem deyək ki, misal üçün, sadəcə hara olsun, mərkəzlərdə bir hissədə də problem var. Məsələn bir yer götürək ki, oradan baxaq. Məsələn mənim saytımda problem sadəcə bu body'nin içərisindədir, digərlərinin içərisində deyil. Mən digərlərini bağlayaraq sadəcə bu body'ni açıq şəkildə qoyub rahatlıqla o problemi tapa bilərəm. Daha həm gözüm ağrımaz, həm də mənim üçün rahat olar. Bunun da belə bir özəlliyi var ki, nəzərinizə çatdırmaq istədim. Sonra nə var burada? Sonra nə var? Gəlsək bura, gəltap yazısı animasiyası. Yenə gəltap yazısı var burada. Gəltap yazısının animasiyasının da burada kodları əks olunub. Gəltap yazısının animasiyası typewriter olaraq qeyd olunub. Typewriter. Başqa bunun HTML kodu varmı? Baxaq bura. Banner animasiya var. Əlavə bannerlərin bura əlavə etmək olar deyə qeyd olunub. Bu banner animasiyasındır. Sonra panelin butonları var. Həmin o butonlar edici funksional hissələr. Yan fotoları var. Ən yeni məhsullar kataloqu var. TopJob adlı bir kataloqumuz var. Budur. Sosial media loqolarını içərən hissələr var. Ən aşağıda olan banner, elan ver, kirayə evlər, ən yeni məhsullar banneri və s. Bunlar var. Demək, bir dənə HTML-dan istifadə olunub burada. Nədən istifadə olunub? Baxaq. Gəltap yazısı animasiyası. Və görürük ki, bu gəltap yazısı animasiyası sadəcə bir dənə HTML hissəsindən istifadə olunub. Gəltap.com olaraq da bura qeyd olunub. Gələk baxaq bura. JavaScript-ə bağlıdır mı bu? Banner animasiya xeyr, bağlı deyil. Ola bilsin JavaScript-i elə CSS-in daxilindədir. İndi baxaq sizinlə belə bir praktika eləyək. Görək bunun yeri tam olaraq hardadır? Gəltap yazı animasiyası. Həmin bu gəltap.com yazılır. Müəyyən rənglərlə hər bir saniyədən sonra müəyyən bir rənglə əvəzlənir və sonra həmin yazıda itməyə başlayır. Daha da yaxınlaşdırım. Bu görək hardadır? Harda bunun kodları var. Onun həm CSS hissələrini, həm HTML hissələrini bir-bir başladıq. Bu bizim səhifəmizin
2 dənə açmaq olarmı? Open with yox, açmaq olmur. Heç də qarışdırmaq da istəmirəm. Gəltap yazı animasiyasının həmin hissəsidir. İndi bu gəltap yazı animasiyasının görək HTML içərisində nə var? Varmı? Baxaq bir dənə tez yan banner admin, ana səhifə, aşağı cədvəl mallar. Yox, burada deyil. Burada deyil. Onda CSS koduna baxaq. CSS koduna baxaq. Belə qeydlər qoymuşam, daha rahat tapmaq olsun. Həmişə yadınızda saxlayın. Bu kimi qeydləri qoymaq çox vacibdir. HTML içərisində qeyd qoyanda böyük kiçik işarəsi nida, 2 dənə xətt belə qoyursunuz. Baxın. Niyə ki? Qeyd qoyursunuz ki, rahatlıqla sonra həmin kodu tapa biləsiniz. Hardadır? Bu qədər kod arasından sonra tapmaq çətin olur. Nida bu şəkildə. Artıq burada mən nə yazsam, bu mənim koduma problem yaratmayacaq. Amma bunu yazmağımla mən rahatlıqla, misal üçün, bu gəltap yazısı hardadır, bunun kodu hardadır, bunu rahatlıqla tapa bilirəm. Ona görə lazımdır. Yazılış qaydası dediyim kimi kiçikdir, işarəsi, sonra nida, sonra 2 dənə yanında xətt qoyduqdan sonra avtomatik olaraq gerisi özü proqram deyir sizə. Baxıq görək bu yazı hardadır, bunun CSS kodları da burada. Gəltap yazı animasiya adlı bir hissə yaz varlı burada. Və bu hara bağlıdır? Gəltap alt xətt yazı.css. Bayaq elə bunu başlatmışdıq. Yenidən başladaq. Daha diqqətli şəkildə analiz edək. Gəltap alt xətt yazı. Gəltap alt xətt yazı burada. .css olaraq göstərilir. Burada nə var? Yenə button üzərində görürük ki, animasiyanın kodları var. Əlbəttə, burada bəzi hazır kodlardan da istifadə edə bilərsiniz. Siz bütün kodları 100% özünüz yazmaq məcburiyyətində deyilsiniz. Müxtəlif platformalarda da hazır kodlar var ki, onları götürmək olar. Götürürsünüz, özəlləşdirirsiniz və istifadə edə bilərsiniz müəyyən saytın lazım olan hissələrində. Buradan da zaten animasiyanın bəzi hissələri hazır kodlardan istifadə olunub. Nə var burada indi? Bu bizim HTML faylımız buradadır. Gəltap yazının içərisində, div taginin içərisində, div tagi daxilində bunun HTML faylı bura göndərilib. Hətta aşağılarda nəsə varmı? Mənə elə gəlməlidir, aşağılarda nəsə olmalıdır. Yoxdursa da işləyir deyə problem yoxdur ona görə. Əsas odur ki, öz funksionallığını itirməyib, problem yoxdur onda. İşləyirsə demək, toxunmağa ehtiyac yoxdur. Typewriter kimi yazıb, yazı tipindədir və bu bunun HTML hissəsidir. Div taginin içərisində, həmin yazının. CSS hissəsi də dediyimiz kimi head taginin içərisində daxil olub. Bura gəltap alt xətt yazı.css. Bu da bura çağırılıb sadəcə. İndi baxaq çağırılmış hissə nədir? Çağırılmış hissədə nələr göstərilir? CSS-in bütün faylları burada var. Nə var burada? Button. Yenə button yazılıb. Burada nələr var? Bütün kodları göstərilib. Baxırıq nələr var burada. Background color var. Arxa plan rəngi göstərilib. Bu kimi bir rəngləndirilib. Göstəririm o rəng. Arxa plan rəngi. Hərfin yəni ümumi bir rəngidir. Amma standart bir rəngdə qalmır. Yəni bu standart bu qırmızı rəngdə qalmayacaq. Ona görə qalmır ki, fikir verin. Həmin rənglərin dəyişikliyi hissəsi də buradan asılıdır. Buradakı məsələ ilə bağlıdır. Görürsünüz burada nə yazıb? Keyframe'in içərisində keyframe tip. Keyframe'in içərisində nə var? Deyir ki, 100%,
100% olanda kontentimizin içərisinə heç nə yazılmasın. 100% olanda. 5% də G hərfi yazılsın və hansı rəngdə olsun? Qırmızı rəngdə. Fikir versək, həqiqətən G hərfi başına qırmızıdan başlayır. Həm başa gəlsin animasiya. Baxın indi G hərfi görürük ki, həqiqətən qırmızı rəngdə başladı. Buradan sonra G-Y olacaq, sonra gəl olacaq, gəlt, gəlta, gəlta bu şəkildə. Yəni hər bir hərf ayrıca, hərf ayrıca kodlaşıb burada gördüyümüz kimi. Ən sona gələcək gəltap.com, bir də gəltap.com. Artıq ekranda gəltap.com yazılanda rəngi olacaq nə? Mavi. RGB-də də bunun rəngi 88238-dir. Fərqli rənglər də qoya bilərik. Fikir verin. Mavinin başqa çararları var ki, onları qoyanda RGB rəngi dəyişilir. Misal üçün bunu qoyanda 18-18-209 olur. Tam tünd edəndə nə olar? Bu tam qaradır. Tam tünd edəndə isə olacaq 00255 deyə göstərir. RGB rəngi ilə. Gördüyümüz kimi gəltap.com yazılanda belə bir göy rəng almış oluruq. Sonra yavaş-yavaş da hərflər azalmağa başlasın. Gəltap. Qabaqdakı rəng nömrələri 11, 25, 223 bunları özümüz yazırıq yoxsa necə? O demək həmin yazının göstərilmə parlaqlığını özü də əhatə edir. Fikir versəz 100% deyir nə? G hərfi fikir verin. 100% olduqda artıq 100% olaraq bizim ekranımızda o göstərsin. Sonra yavaş-yavaş məsəl üçün baxın G hərfi 5%-dir. 5% göstərsin. Yəni G-yə 5% bir yer ayrılsın. 5%. Və bu hardan əhatə gəlir? Baxın. Typewriter-ın içərisində animation hissəsi var. Animation hissəsinə deyir ki, tip deyir ki, 11 saniyə olsun. Yəni bu animasiya gəltap.com yazılacaq ekranda. Sonra həmin gəltap.com bir də itəcək. Onun gəlişi, gedişi ümumi 11 saniyə vaxt ayrılıb. 11 saniyə vaxt ayrılıb. Bu 11 saniyənin 5% G hərfi üçün istifadə olunsun. Ayrı da C hərfi üçün. 8% G-Y hərfləri yanaşı gələndə istifadə olunsun. Baxın belə. G hərfi 5%, sonra G-yə gələndə 8%, gəl yazılanda 12%, gəl T yazılanda 16% bu şəkildə istifadə olunur. Ən sonda gəltap.com yazılanda, gəltap.com özü yazılanda bu isə həmin 11 saniyənin 40%-ni özünə əhatə eləsin. Yəni bu biraz riyazi olaraq proqramda vermişik ki, riyazi olaraq artıq özü tənzimləsin bunu. Necə olacaq? Biz müxtəlif ayarlamalar eləyə bilərik burada ki, həmin ayarlamalar eləyəndə o yazılar bir növ başqa müddətlərdə ekranda əks olunur. Artıq müddətlər demək olar ki, dəyişir. Biz hamısı 100% eləsək əgər, əlbəttə 100% eləsək, hamısı 100% ekranda göstəriləcək. Nəticədə nə olacaq? Nəticədə bir qarışıqlıq olur. Problem əmələ gəlir. Hamısının xüsusi bir faizi olmalıdır. Belə düşünün. G hərfi 1 saniyə ekranda qalsın. G-Y hərfləri yanbayan gələndə isə deyək ki, 1 saniyədə o qalsın. Amma mən desəm ki, G hərfi 11 saniyənin 11 saniyəsi də ekranda qalsın. Onda G-Y hərfi, G-L hərfləri, G-L-Tap hərfləri və s. bunlara axı vaxt qalmayacaq. 11 saniyə vaxtımızın 11 saniyədə G hərfinə biz vaxt ayırsaq, nəticə etibarı ilə digər hərflər olmayacaq, ekranda göstərilməyəcək. Animasiyada problem yaranacaq. Ona görə bu kodun özündə keyframe-in içərisində tənzimlənib. Başa düşdük burasını? Nə üçün lazımdır? Bəli. Animasiyada işləmək üçün qısacası. Bəli, yəni müxtəlif animasiyalar da ola bilər ki, bunlarda da demək olar ki, eyni məntiqdir. Əsas odur ki, bu bir misaldır burada. Gəltap olmasın, başqa cür bir animasiya indi gələcəkdə siz bir veb-sayt quranda hazırlayırsınızsa, əsas məntiqini başa düşün ki, nə üçün? Bu mahiyyəti nədir bunun? Onu anlamağa çalışın. Onlar digər nümunələrdir, o qədər də onlara
fikir verməyə ehtiyac yoxdur. Nümunələr üstündə özünüzə bir nəticə çıxardın. Sonra baxın, animasiyanın saniyələr hissəsi var. Typewriter hissəsində yazılıb. Bu typewriter adlandırılmışıq. Fikir verin, bu typewriter var ha. Typewriter yazmışıq bura, nöqtə typewriter. Buna biz harda rast gəlmişdik daha əvvəl? Yadınıza salın. Harda rast gəlmişdik. Buradaydı. Ana səhifə ana səhifə start.html-də div taginin içərisində yazmışıq, düzdürmü? De bura. Div class typewriter. Demək, bu typewriter yazdığımız hissəni mən fərqli də adlandıra bilərəm əslində. Yaza bilərəm, məsələn, yazı animasiyası. Amma mən bura yazı animasiyası yazsam, tək bura yazı animasiyası yazsam, ben kodu başlatsam, təbii ki, bu animasiya paramparça olacaq, işləməyəcək. Mən nə yazmışamsa bura, hər bir şey düzgün yerində də adlandırmalıyam. Mən bura yazı animasiyası yazmışamsa, demək burada typewriter olan hissələri də gedib yazı animasiyası etməliyəm ki, bu kod işləsin, problem alınmasın. Bunlara bu kimi adlandırmalarda fikir verin. Kodun kiçik xırda hissələrdir bunlar. Diqqət yetirilməli hissələri. Deyir typewriter before. Yəni typewriter'ın əvvəlində nə olacaq? Before əvvəlində contenti olacaq. Content nə yazılacaq? Caltap.com contentimiz, yəni mövzumuz budur. Son hərf göstərilsin. Son hərfi göstərilənə qədər caltap.com orada əks olunsun. Yəni bizim yazımız nədir? Bu. Caltap.com üzərində əhatə olunur. Animation hissəsində tip deyir 11 saniyə olsun. Step deyir addımlar isə olsun 21 addım. Yəni 21 addım olaraq bu təkrarlanacaq. Addımlar dəyişsək burada problem olarmı? Misal üçün mən buna 1000 addım yazsam. Nə kimi bir rol oynayar? Run edək. Böyük ehtimal ki, indi yaddaşına yazıldı. Onu da bağlayaq, əlavə olaraq SPO istifadə olunmasın. Yaxınlaşdırsaq heç bir problem deyil. Yenə 1000 addım olaraq bu bizim üçün təkrarlanmış olacaq eyni qaydada. Burada steplərdə addımların sayı. Sonra infinite nə deyir? Blank 1 saniyə, infinite stepin. Yəni saniyədə bir saniyə içərisində dəyişiklik etsin. Yəni saniyə dəyişikliklər 1 saniyə içərisində əhatə olunsun. Bu kimi belə bir hissə verilib. Position'da yenə bizim hissəmiz burada əhatə olunana görə biz buna uyğun olaraq qoymuşuq və indeks hissəsində biz ölçünü hissəni artıq burada 1000 olaraq göstərmişəm. Məsələn, mən bunu necə deyim 120 olaraq göstərsəm, indi fikir verin, 120 olaraq göstərsəm nə olar? Böyük ehtimal ki, bizim hissə dəyişəcək. Yazdım yaddaşı, yenə run edək. Cüzi olaraq bir fərq verdi. O qədər də çox fərq vermədi. Amma cüzi olaraq artıq sola doğru qaçmağa başladı. Bu da bizim xırda ayarlarımızdan biridir. Pozisiya ayarlarımızdan biridir. Həmin o bizim proqramımızın gedişində. Bu mənim bizim yeni dərsimizdə yoxsa da köhnənin üstündə qalmışıq? Artıq yeni dərsə keçirik biz. Çünki köhnə dərs artıq bitdi demək olar ki. Bu da eyni şəkil. Sizə zaten ümumi bir video material göndərəcəm. Digəri 1 saatlıq material idi. Bu da həmin nə qədər tutarsa, bunu da göndərəcəm YouTube-da. İkisini də izləyərsiniz. Sonra nəyə baxaq? Node.js-də niyə qaldı bu? Yəni bu yeni dərsimizdə düzdür? Bəli, yeni dərsimizdir. Nəyi başlatdıq burada? Geçsini də açmamışıq. Eyb yox, qaqaz. Burada problem deyil bu bizim üçün.
Sonra başqa yenə typewriter üzərində nə var? Typewriter üzərində başqa ayarlar var ki, buna da indi CSS-ə daxil olanda ümumi olaraq buna baxarıq. Nələr var, nələr yox. Burada hidden, 15 solid, sonra rəng hissələri göstər və s. Bu da bu hissəsi fikir versək, font size. Fontun ölçülərini verir bizə, fontun ailəsini verir monospace olaraq. Yəni bizə həmin yazının nə qədər yer tutduğunu, ölçülərin, enin uzunluğunu və s. bunları bizim üçün. Məsəl üçün bu hissədən fikir verin. Bu qədər bir məsafə var. Sol hissədən bu qədər məsafədədir, yuxarı hissədən bu qədər məsafədədir. Onun ayarları da burada göstərilib. Burada əks olunub. Buradakı ayarlarla da oynayıb bəzi dəyişikliklər etmək olar. Sonra nəyə baxaq? Sonra nəyə baxaq burada? Başqa. Davam eləyək HTML hissəsindən elə. Gəltap yazısından dedik. İndi banner animasiyasına baxaq. Görək ki, bizim banner animasiyamız necə işləyir? Onun işləmə məntiqi nədən ibarətdir? Bunu düzəldək bir dəqiqə. Aha, bəli. Deyək, banner animasiyamızı belə banner animasiya olaraq yazmışıq bura, qeyd eləmişik. Burada slide show container. Biz artıq bildik də klassin içərisində yazılanın bunun mənası nədir? Başa düşdük bunu. Klassin içərisində bu yazılırsa, bu deməli biz bunu CSS kodlarına falan da ötürəndə bu adla yazacağıq. Yəni bu bir addır. Necə ki, dəyişənə A dəyişəni verirəm. Deyirəm ki, A bərabərdir Python dilində 5. A-nın yerinə mən ədəd də yazsam və ya başqa bir söz də yazsam fərqi yoxdur. O bir dənə dəyişən olmuş olacaq. Bu da eyni qayda. Bir dəyişən rolunu oynayır. Mən bunu CSS koda bağlayanda nöqtə slideshow container olaraq yazacağam. İndi göstərirəm sizə nə üçün bu istifadə olunur. Elə bayaqçı nümunələrdə göstərdim zaten. Typewriter-da göstərdim. Typewriter bura yazmışamsa, CSS-də də bunun ölçülərini verəndə typewriter-la başlayacağam. Düzdürmü? Başa düşdük də yəqin ki, orasını. Sualınız varsa verə bilərsiniz. Sonra banner animasiyasında baxaq. Banner animasiyamız nədir? Banner animasiyamız baxın budur. Dediyimiz kimi şəkillər müəyyən saniyədən sonra dəyişməyə başlayır. Görək burada nələr qeyd etmişik biz. Burada yenə div taginin içərisində müəyyən hissələr var. Neçə dənə hissə var burada? Gəlin sayaq. Bu bir dənə hissəmiz. Buradan başlayıb bura qədər. Sonra bu ikinci hissəmizdir. Buradan başlayır bura qədər 94-96-cı sətirləri əhatə edir. Sonra üçüncü hissəmiz bura qədərdir. Bu artıq video olacaq. Digərləri şəkildir, bu videodur. Növbəti bu da şəkildir. Bir dənə də var. Neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6, 7 və bir dənə də bu. 8. Deməli, burada 8 dənə bizim faylımız var. Şəkillərin sayı 1, 2, 3, 4, 5 dənə şəkil var, 3 dənə də video var burada. 5 dənə şəkil, 3 dənə də video göstərilib. İndi baxaq görək, həm də siz də bilin ki, biz necə bir sayta şəkil əlavə edirik, necə də video əlavə edirik. Bunun yolu nədən ibarət? Hansı taglər istifadə olunur? Hansı üsullardan istifadə olunur? Baxaq. Ümumi bir dənə div adlı hissə yaratdım və bu divin içərisini slideshow container olaraq adlandırdım. Sonra gəlirəm bura. Bu bizim birinci div tagimizdir və bu div taginin içərisində şəkil olacaq. Nə adlandırmışam bunu? Div class olaraq adlandırmışam. Div classın içərisində slide aktiv yazmışam. Aktiv slide olaraq belə adlandırmışam. Sonra burada bunun daxilində
IMG teqindən istifadə etmişəm. IMG bilirik də image sözünün qısaltmasıdır. Yəni şəkil deməli ingiliscə. Və CRS komandası var onun içərisində. IMG yazılır yazılanda. IMG sonra qarşında CRS yazılır. CRS bərabərdir. Bərabərliyin içərisində görün nə yazılıb? Belə bir yol deyir bizə. Bu yolu mən görək bura yazsam çıxarmı? Həmin yolu. Böyük ehtimal çıxmaz. Yox, çıxdı. Həmin yolu mən kompüterimin axtarış hissəsinə yazsam, görün o hansı şəkil çıxacaq mənim qarşıma. Yazdım, açdım və çıxacaq. Gördünüz? Həmin bu şəkil bizim qarşımıza çıxmış oldu. Yəni kompüterimin yaddaşında yazılan kompüterimin yaddaşında qalan bu şəklin yolunu mən aparıb ora yazdığım halda link olaraq bura yazdığım halda bu yolu artıq web saytı mən brauzerdə çalışdıranda müraciət eləyir bura. IMG təqinin içərisində CRS komandasına müraciət eləyir və bu yolu tapır. Bu yolda olan şəkli o həmin ekranda əks etdirir. Burada animasiyanın içərisində əks etdirmiş olur. Eyni şəkildə digər videolar, şəkillər də bu ardıcıllıqla gedir. Eyni tipdə. Və bunların hamısı hara bağlıdır? Fikir verək. C diskinin users hissəsinə daxil ol, sonra Asadov, sonra downloads, endirilənlər hissəsi, yüklənənlər hissəsi. Gəl tab banner adlı bir dənə qovluq var orada. Orada tab banner 1.png-yə daxil ol. Tab banner 1.png-dir şəklində adı. Gəlin indi ora daxil olaq biz. Yüklənənlər hissəsinə daxil ol və burada nə deyir? Gəl tab banner olunan hissəyə daxil. Gəltab bannerə daxil olanda mənim veb saytda istifadə etdiyim bütün şəkillər, videolar, baxın burada əks olunmağa başlayır. Yəni burada olan şəkillər nələrdirsə, hamısını eyni qovluğa yığaraq siz sadəcə bura yollarını ötürüb ayrı-ayrı onları saytda çalışdıra bilirsiniz. Görürsünüz ki, hamısı da burada adlandırılıb. Eyni düzgün şəkildə yolu yazmaq kifayət eləyir. Yolu yazmaq da elə çətin deyil. Yolu yazanda baxın belə yazmaq olar. Gəlirsiniz həmin foto şəklinin üzərinə. Məsələn, bu şəkli qoymaq istəyiriksə biz, gəlib bunun üzərinə. Burada link hissəsi var. Linki kopyalayırıq. Linki kopyalayın, hətta daxil olmağa heç ehtiyac yoxdur heç daxil olmağa. Belə də kopyalamaq olar. Özəlliklər bölümündə kopyalasaq daha dəqiq yol göstərmiş olacaq bizə. Özəlliklər bölümündə də elə eyni yolu verdi, eyb yox. Sadəcə burada günəş.png əlavə etmək lazımdır həmin hissəyə. Ekran niyə dondu? Resetləyək ekranı.